Aprel ayının 23-cü dəyərli izləyicilər, bir son dəqiqə məlumatı diqqətinizə çatdırıram. Küllü miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmailova barəsində qəti imkan tədbiri dəyişdirilib. Global.net.com APA-ya istinadən xəbər verir ki, onun barəsində olan ev dustaqlığı qəti imkan tədbiri polis nəzarəti altında olma qəti imkan tədbiri ilə əvəz olunub. Qeyd edək ki, müğənni Rəqsanə İsmailova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilmişdir. Vətəndaşlardan daxil olan şikayətlər əsasında polisin həyata keçirdiyi tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən müğənni saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o 2 nəfər zərər çəkən şəxsin ümumilikdə 35 min manat dəyərində qızıl zinət əşyalarını və 520 min Birləşmiş Ştatlar dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət məcəlləsinin xüsusilə küllü miqdarda ziyan vurmaqla dələduzluq etmək maddəsi ilə cinayət işi başlanılıb və Rəqsanə İsmailova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qəti imkan tədbiri seçilib. Noyabr ayında isə ev dustaqlığına buraxılıb. Sabunçu rayon məhkəməsi onun barəsində olan həbs qəti imkan tədbirini ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib. Dəymiş zərərin müəyyən hissəsini 100 min manat ödənilməsi və zərər çəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmailova arasında olan qarşılıqlı razılığa əsasən onun barəsində tətbiq edilmiş həbs qəti imkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.